Kim deyib ki, evi təmiz saxlamaq, işə vaxtında çatmaq və özünə baxmaq eyni anda mümkün deyil. Günün ən gözəl hissəsi evdən çıxmazdan əvvəl evimə olan sevgi ilə toxunduğum anlardır. Yataq üstünü düzəltmək, dolab üstlərini silmək, qazı yoxlamaq, divanı düzəltmək, işığı söndürmək, bunlar sadəcə hərəkətlər kimi görünsə də, əslində məsuliyyətin, nizamın və sevgi ilə qurulan bir yuvanın göstəricisidir. Uşaqlıqdan qulağıma həkk olunan bu səs var. Bala, evləri təmiz saxlayın. Sizlə evə kimsə daxil olar. Və bu toxunuşlardan sonra dəhlizdə bir vaza içərisində güllə evimə can qatıb, baxımlı, hazır və güclü bir şəkildə iş yoluna çıxıram. Bəli, mən eyni anda həm ev xanımıyam, həm işləyirəm, həm də özümə dəyər verməyi unutmuram. Çünki qadın olmaq sadəcə bir rol deyil, bir neçə dünyanı bir arada yaşamaq demək. Siz də bir xanım olaraq xanımlara dəstək olmağı, onların ayaqları üstündə durmağı istəyirsinizsə, videomu bəyənməyi, abunə olmağı və məni izləməyi unutmayın. Hələlik.